Qardaş, mən burada efirdə indi sənə elə söz deyərəm ki, ömrü boyu sən məndən düşman olarsan. Bəli. Amma mən elə yer var, orada o sözü deyərəm, sən ona görə məndən düşman olmarsan. Və yaxud elə vaxt gəlib sənə elə söz deyərəm ki, xahiş eləyərəm, sən mənim sözümü yerə salarsan. Amma elə vaxt olar ki, sənə o sözü deyərəm, sözümə Baş üstə deyərəm. baş üstə deyərsən. Aha. Mən indi... Demək və təqdimat qardaş, qaydası indi onu deyirəm də, siz 20 yaşından, əlhəmdülillah, bir dənə indi deyirsiniz, bir dənə mazlum tapmışsınız. Döyəşləmişsiniz 20 yaşında. Yadınızda saxlamışsınız ki, Elə 20 yaşında. Belə məzlumdur. Buna nə desək, elə deyil də, hər şeyin həddi var. Bəs ədəblə, deyir ki, ədəblə, gəl ədəblə qarşılayım səni, ədəblə yola salım. Biraz da elə mənə qalıb da ədəbli olmaq, biraz da siz ədəbli olun da, müəyyən şeylər var, onlara çəki düzən verin də. Hətta, sizə üzr istəyirəm, məni o vaxt 20 yaşım var idi. Düz deyil, indi də mən kimlərsə üçün uşağam. Amma mən bu gün... Yaşım var ha. Mən yaşım o tərəfə, mənim özüm belə pis çıxmasın, bir ailə başçısıyam. Mən bu dəqiqə özüm, adam var ki, ona məsləhət verirəm, yaşımın az olmağına baxmayaraq. Mən 20 yaşında demirsiniz belə, nə biləm. Və mən o vaxt, bəli, təzə başlayanda əlbəttə ki, həvəskardım. Mən indi peşəkarlığa doğru can attığım yerdə siz yenə əl atırsınız. Bir icazə verin, bilmədiyimi də öyrənim də. Bir adama həvəs də verin də. Sən indi təvəzzüşkarlıq elədin axı. Bir adamın yaxşı tərəfindən də danışın da. Xəbər danışırsınız oturub. Qardaş, yüksək nəticələrdən də bir danışın da. Həvəs də verildi. Oxumuşam da, başqa hansı istədiyiniz janrda da oxumuşam da. Adam var deyir belə bir şey, demişəm oxumuşam, qulaq asmısan, deyir yox. Deyirəm sən qulaq asmamısan, problem məndə deyil ki, sən qulaq asmamısan. Görsən sən gəlib çatmayıb sənə o mahnı. Mən amma elə bir mahnı oxumuşam. Mənə sual veriblər ki, Azərbaycan haqqında bir vətənpərvər mahnı oxu. Deyirəm oxumuşam. Sən yaşa Azərbaycan. Deyir eşitməmişəm. Deyir bir də mən neyniyim? Demək sənə o tip mahnılar yox, belə yaz. Yaxın söhbəti deyil. Mən demək olar ki,